Grüß Gott, meine Freundin. Mənim adım Xəyal Cümləmədovdur və mən Qazax dilində Alman dili müəllimi kimi çalışıram. Bugünkü dərsimiz Alman dilində Trenbare Verbendir, yəni ayrıla bilən feillərdir. Ümumiyyətlə, ayrıla bilən feillər tələbələrə ən çox qarşıladığı mövzulardan biridir. Çünki digər dillərdən fərqli olaraq Alman dilində ayrıla bilən feillər bütün zamanlarda fərqli cür ayrılır və ümumiyyətlə ayrılma strukturda fərqli olur feilə görə. Deməli, ümumiyyətlə qeyd elədiyim kimi bura Aufstehen, Aufmachen və Ankommen feili. Məsələn, Aufstehen feili Aufstehen iki hissəyə ayrılır. Auf, yəni prefiks hissə, Stehen isə əsas hissədir. Cümlədə istifadə olunarkən, məsələn, Sie stehen, Sie stehen jeden Tag um 7 Uhr auf, məsələn. Onlar prezisdir təbii ki. Onlar hər gün saat 7-də oyanırlar. Onları indi öfədə qeyd edəcəyik, yazılı formada daha rahat olsun deyə. Daha sonra aufmachen feilidir, açmaqdır bir şeyi və nəyisə fiziki mənada əllə açmaqdır. Yəni burada aufmachen. Daha sonra ankommendir. Ankommen isə gəlib çatmaq və çatmaq deməkdir. Bu zaman məsələn biz siyahını istədiyimiz kimi də artıra bilərik. Məsələn, ausgehen, çölə çıxmaq. Və ya mitkommen, birlikdə gəlmək. Və ya A1-dən çox istifadə olunan ayrıla bilən feillərdən biri fern, sehen, televizora baxmaq. Burada fern-sehen sözündən qarşılığının o isim televizoru, fern-sehen isə sadəcə bir hərf dəyişir, ayrıla bilən feildir. Daha sonra məsələn, einkaufen, Ich kaufe ein, məsələn, mən alışveriş edirəm. Kaufen feili də ümumiyyətdən var, bilirsiniz, almaq deməkdir. Əsasən, nəyisə pulla almaq, yəni satın almaq mənasında gedir. Einkaufen isə alışveriş etmək mənasında. Gələk, bu ayrıla bilən feillər zamanlara görə necə dəyişir? Məsələn, indiki zamanda, gələcək zamanda və ya keçmiş zamanda. Və ya qeyd elədiyim ki, məsələn, başlayaq birinci prezistan, indiki zamanlar. Məsələn, Sie stehen ilə aufstehen feilini götürək. Sie stehen jeden Tag məsələn, 8 Uhr auf. Gördüğünüz gibi burada Aufstehen feilini iki hissəyə ayırdık. Prefiks hissə, yəni ön hissə getdi cümlənin sonuna. Stehen feili isə əsas feil, pozisyon zweitədə dayandı, yəni cümlənin ikinci hissəsində. Ümumiyyətlə, feillər həmişə cümlənin ikinci hissəsində olur. Təbii ki, sual olanda əvvələ keçir və s. Amma ümumiyyətlə, nəqli ayrı cümlələrdə həmişə bu qayda olaraq yadda saxlanan ikinci hissədə dayanır. Daha sonra, məsəl üçün, gələcək zaman necə qura bilərik? Ümumiyyətlə, tələbələr üçün ən asıl qaydalardan biri gələcək zamanıdır. Çünki verden feilini, sadəcə verden feilini istifadə edərək gələcək zamanı qurmaq asandır və feillər dəyişir. Gələcək zamanda biz götürək aufmachen feilini açmalı. Ich werde, onda werde feildir, sadəcə ich-yə görə, şəxsə görə dəyişir. Gələcək zaman feil, ich werde morgen, məsələn, die Tür aufmachen. Görürsünüz, burada dəyişməli feil olduğu kimi qalır.
verdim sadəcə gələcək zaman feilini qoyaraq gələcək zamanda cümləni düzəltmək olur. Məsələn, almaq feili görürüz, olduğu kimi qaldı. Həmçinin digər feilləri də belə istifadə edə bilərsiniz gələcək zamanda. Məsələn, ikidə morgen, nə bilim, açılmaqın, bağladın və ya ümumiyyətlə gələcək zaman feilini qoyursunuz. Einkaufen feilən sona gəlir və dəyişmir. Daha sonra biz perfektdə, yəni keçmiş zamanda necə bu ayrılan bilən feilləri quracağıq. Məsələn, götürək elə ankommen feilini. Ich bin, başa salacağım nəyə görə bin istifadə edelim. Gerade angekommen. Ümumiyyətlə, keçmiş zamanda bilirsiniz, feillər zaynla və ya abinlə istifadə olunur. Əgər bir yerdən digər yerə hərəkət varsa, biz o zaman zaynla istifadə edirik. Digər hallarda isə abinlə istifadə olunur. Ümumiyyətlə, feillər 90% abinlə istifadə olunur. Sadəcə hərəkət olduğu zaman zaynla istifadə olunur. Ona görə də burada da bin şəxsə görə dəyişir zaynın forması. Ich bin gerade angekommen. Yəni, mən az öncə gəlib çatdım. Burada da gördüyümüz kimi G, yəni perfektdə düzələn çəkilişi ayrıla bilən hissələrin arasına gəlir. Yəni, anla əsas feilin arasına. Angekommen. Ümumiyyətlə, bu yazdığımız misallarda bütün ayrıla bilən feillər bu cür düzəlir. İndiki zamanda, gələcək zamanda və keçmiş zamanda. Yəni, bu qədər asan.